Salam dostlar, hər vaxtınız xeyir olsun. Dostlar, bugün çəkdiyimiz çeşid Mani F1 xiyar toxumudur. Deməli, Şəmkir rayonu Təzəkət kəndindəyik hal-hazırda. Xiyarın ölçüsü, məhsulu bu formadır, qaradır, damarsızdır, çox viddidir. Yəni, tökümü də ki, bu məhsul hal-hazırda yığılıbdır, yığılandan sonra çəkirik. Yəni, budur vəziyyəti. Yəni, bir saplaq divindən 1, 2, 3, 4. Xəstəliyə dözümlüdür, rəf ömrü uzundur. Yəni, bura baxın, görün nə qədər məhsul verir. Yəni, bir dənə saralma, atma, heç bir bax, çiçəklərdə atma falan yoxdur. Saplaq uzun saplaqdır. Yəni, xiyar çox viddi görsənir. Həm də saplağın uzun olmağı məhsulun, necə deyərlər, öz dözümlülüyünü artırır. Çiçəklərini sayaq və hər saplaq divindən 4 dənədir. 1, 2, 3, baxın, bax, hər divləri. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Yəni, parnikin vəziyyəti budur. Yəni, dəhşət bir şeydir də, yəni, baxın. Yəni, çox məhsuldar bir sortdur. Kim istəyir də müraciət eləsin, bölgələrə göndərə bilərik. Yəni, hal-hazırda bax, Şəmkir rayonunda əkilibdir. Başqa bir bölgələrdə də biz əkmişik. Çox gözəl effekt verir. Bazarda satışı da superdir. Xeyirli uğurlu olsun. Allah hər kəsin malına bərəkət versin. Sağ olun.